Xəzər TV-də yayımlanan İnce Səhər verilişində cinsiyyət partisinin təşkil edilməsi birmənalı qarşılanmayıb. Belə ki, efirdə hamilə müğənni Gülnar Ələkbərlinin övladının cinsiyyəti öyrənilib. Efirlərdə bu kimi halların qarşısının alınması üçün hansı addımlar atıla bilər? Qlobal Infoaza danışan Axaraz saytının baş redaktoru, tanınmış jurnalist Anar Niftəliyev deyib ki, bu Azərbaycanda artıq 10 illərdir hər kəsi narahat edən və getdikcə dərinləşən problemdir. Stat: Televiziyaların rəhbərliyinə peşəkarlar gəlməlidir. Onların fəaliyyətinə dövlət və ictimaiyyət dəstək verməlidir. Bu halda peşəkarlar qeyri-peşəkarları efirdən təmizləyəcək və hazırki rüsvayçı mənzərə də kökündən dəyişəcək. Statın sonu. Deputat Razi Nurullayev də qeyd edib ki, efirlərdə uşağın cinsiyyətinin açıqlanması məqsədi daşıyan gender parti formatlı təqdimatlar cəmiyyətdə haqlı narahatlıq doğurur. Stat: Ailə və şəxsi həyata aid olan bu kimi məsələlərin efir məkanına çıxarılması ictimai maraq anlayışı ilə uyğun gəlmir. Televiziya kanalları ictimai rəyin formalaşmasında mühüm rol oynayır. Efir məkanı dövlətçilik, mənəvi dəyərlər, ictimai fayda prinsipləri əsasında formalaşdırılmalıdır. Reyting naminə şəxsi həyatın nümayiş etdirilməsi media məsuliyyəti baxımından doğru hesab edilə bilməz. Deputat bildirib ki, tamaşaçının hansısa ictimai şəxsin övladının cinsiyyətini efir vasitəsilə öyrənməsinə ehtiyac yoxdur. Bu kimi halların qarşısının alınması üçün televiziya məzmununa dair etik və peşəkar standartların daha ciddi tətbiqi, eləcə də tənzimləyici qurumların nəzarət mexanizmlərinin gücləndirilməsi vacibdir. Statın sonu. Əziz izləyicilər, xəbərlərdən məlumat əldə etmək üçün kanalımıza abunə ola bilərsiniz.